Xərçəng bürcü insanları ilin 4 fəsili kimidirlər. İstədikləri anda günəş çıxarda bilib, istədikləri anda yağış yağdırıb, istədikləri anda ildırım çaxıb, istədikləri anda qar yağdıra biləcək, küləyi həyatında əstirə biləcək bir kimidirlər. İnsanlara sadəcə və sadəcə bunu deyərəm, hamıya deyərəm. Xərçəngin xətrinə, çestinə dəymisənsə, otur fikirləş, yolunda getməyəcək zaten həyatın. Yığ ondan bir üzrxahlıq istə, haqq halallıq istə. Çünki onun, xərçəngin, qarqışı bir dua kimidir. Qəlbi də bir dua kimidir. Elədiyin deməyək də, onun qəlbini qırdın, elə bil ki, sənin öz qəlbin qırıldı. Yarı-yarımçılıq qalacaqsan, tamamlanmayacaqsan. Yəni, onun halallığı vacibdir. İnsan halallığı təbii ki də vacibdir. Xərçəngin halallığı bir başqadır. Yığın üzr istəyin. Xoşbəxt ola bilməyəcəksiniz.